Eyni sözlər, eyni ardıcıllıq, eyni cümlə, amma fərqli məna. Yenə də intonasiya. Bəni diqqətlə dinləyin. Ты занят? Sən məşğulsan. Azərbaycan intonasiyasını işlədirik rus dilindəki sualda. Ты занят? Ну, мы же договорились с тобой, что вместе будем смотреть эту передачу. Burada təəccüb var və biraz anlaşılmamazlıq. Sən məşğulsan, bəs biz axı danışdıq ki, bir yerdə bu verilişi izləyəcəyik. İntonasiyanın fərqli mənalar verməyini öz dilimizdə müşahidə edək. Gəlin, rus sualında olan intonasiyanı Azərbaycan cümləsində işlədək. Ты занят? Sən məşğulsan? Sualdır bu, yoxsa ifadədir, yoxsa sən məşğulsan görürəm. Ona görə sənə mane olmayacağam. Sən məşğulsan? Belə intonasiyada rus dilli insan Azərbaycan dilində sual verməyə çalışır. Sən məşğulsan və bizim üçün maraqlı gəlir. Soruşmaq istəyir, yoxsa nəyisə bəyan edir. Amma əslində bu adam sual verir ki, sən məşğulsan? Bu oldu rus aksentinin Azərbaycan dilində sual vermək. Maraqlıdır, düzdür?